Hər vaxtınız xeyir müəllimlər. Bugünkü dərsimiz bilik və onun növləridir. Bilik dedikdə ümumiyyətlə şagirdin bildiyi, anladığı və yaddaşında saxladığı hər bir şey nəzərdə tutulur. Bundan əvvəlki dərslərdə biz məzmun standartı haqqında danışmışdıq. Məzmun standartı şagirdin biliyinə və bacarığına qoyulan dövlət tələbidir. Bilik və bacarıq dedikdə şagirdin bir şeyi öyrənməsi, onun biliyi, öyrəndiyini tətbiq etməsi onun bacarığıdır. Bizim kimisə görüb tanımağımız belə bizim biliyə malik olduğumuzu göstərir. Bunun üçün əvvəlcə gəlin görək bilik və fəaliyyətin mahiyyəti nədir? Biliyin hansı növləri var? Biliyin müəllimlər 4 növü var. Deklarativ, konseptual, prosedural və metakognitiv bilik. Əvvəlcə deklarativ biliyin nə olduğuna baxaq. Deklarativ bilik iki yerə bölünür. Terminoloji və spesifik. Konseptual, prosedural və metakognitiv biliklərin heç birinin növü yoxdur. Deklarativ bilik ilkin bilik olduğuna görə o ən zəif bilik sayılır. Metakognitiv bilik isə ən güclü, ən yüksək bilik hesab olunur. Deməli, deyirik ki, əgər şagird metakognitiv biliyə sahibdirsə, deməli o bütün etapları keçib və ən yüksək biliyə gəlib çatmışdır. Baxaq görək müəllimlər, deklarativ bilik nədir? Deklarativ bilik odur ki, müəyyən bir fənnə, müəyyən bir fakta dair məlumat xarakterli olan biliyə deklarativ bilik deyilir. Deklarativ bilik fakta əsaslanır. Anlayışı, faktı, termini şagirdin bilməsi, anlaması, faktoloji və yaxud da deklarativ. Faktoloji bilik şagirdin danışması, başa düşməsi, nəyisə tanıması, görməsi, bilməsi, bunlar hər biri faktoloji bilikdə özünü birləşdirir. Deklarativ bilik özü iki qoldan ibarətdir. Terminoloji və spesifik. Terminoloji dedikdə hər hansı bir fən, elm, bunlarla bağlı terminlər, özünə məxsus sözləri nəzərdə tutur. Terminoloji bilik terminlər əhatə eləyir, yəni elmi texnologiyanı, riyaziyyatla bağlı terminləri, kimya ilə bağlı terminləri özündə əks etdirir. Terminoloji bilikdə riyaziyyat elmi və kimya elmi ilə bağlı simvolları şagirdlər əgər görürsə, tanıyırsa, adlarını çəkirsə, deməli həmin şagirddə terminoloji bilik mövcuddur. Və yaxud da faiz işarəsi, faiz simvolu, kimyəvi elementlərin adları terminoloji bilik sayılır. Terminoloji biliyin açar sözlərini burada görürsünüz. Elmi terminologiya, müxtəlif sənət əsərləri, Azərbaycan dili fənni üzrə nitq hissələrinin adları, riyaziyyatda istifadə olunan sözlər, fizikada istifadə olunan terminlər, elementlərin adları, daha sonra atom hissəciklərinin adları, simvollar, terminlər və s. Bir sözlə hər hansı bir fənnə aid olan xüsusi sözlər, xüsusi biliklər terminoloji bilik sayılır. Deməli, deklarativ biliyin ikinci qolu isə spesifik bilikdir. Spesifik bilik adam adını, hadisəni, yer adlarını, insan adını, tarixi faktları bildirir. Tutaq ki, tarixdə əgər hər hansı bir hadisə baş veribsə, o hadisə haqqında şagird məlumatlısı da hadisənin yerini, tarixini bilirsə, deməli spesifik biliyə malikdir. Terminoloji bilikdən fərqli olaraq spesifik bilik hadisənin xüsusiyyətlərini bildirir. Amma ortaq cəhətləri odur ki, hər ikisi deklarativ biliyin qollarıdır. Hər hansı bir ad, xüsusiyyət, fakt, insan adları, yer adları spesifik biliyə aiddir. Ümumiyyətlə, deklarativ bilik nə vaxt, nə zaman, kim, harada, hansı suallarına cavab verir. Spesifik biliyin də açar sözlərini görürsünüz. Fakt, anlayış, hansı sualı, il, tarix, məlumat, baza bilik, sadalamaq, xüsusiyyət, tərif, qayda və anlayış. Deməli, sadalamaq deklarativ biliyin açar sözlərindən biridir. Yəni ki,
Burada görürsünüz deklarativ biliyə aid olan suallar var. Məsələn, Səfəvilər dövləti nə vaxt yaranmışdı? Bu suala cavab verən şagird bilir ki, Səfəvilər dövləti məsəl üçün neçənci ildə yaranmışdı? O suala cavab verirsə, deməli deklarativ biliyə malikdir. Sonra ikinci bilik növümüz konseptual bilikdir. Konseptual bilik odur ki, bildiyimiz məlumatlar arasında əlaqə yaratmaqdır. Deməli, deklarativ bilik hər hansı bir məlumatı bildiyimiz halda, konseptual bilik isə bildiklərimiz arasında əlaqə yaratmaqdır. Deklarativ bilik kim, nə, hara, harada suallarına cavab verirsə, konseptual bilik isə nə üçün, niyə, nəyə görə, nə səbəbə görə, kimə görə suallarına cavab verir. Konseptual sözün mənası konsepsiya, yəni birləşdirmək, səbəb nəticəni demək, sxem qurmaq, təsnivat vermək və s. Konseptual biliyə aid olan açar sözlər, konseptual biliyin özü 3 hissədən ibarətdir. Təsnifat və kateqoriyalar biliyi, prinsip və ümumiləşdirmə biliyi, nəzəriyyə, model və strukturlar haqqında bilik. Nəyinsə təsnifatını vermək üçün onlar arasında əlaqəni təmin etmək lazımdır. Nəzəriyyəni, model və strukturu da bilmək üçün şagird onların oxşar və fərqli xüsusiyyətlərini bilməlidir. Deməli, konseptual bilik nə oldu? Bildiklərimiz arasında əlaqə yaratmaq. Konseptual biliyin açar sözləri sxem, ümumiləşdirmə, kateqoriya, izah etmək, ortaq nəticəyə gəlmək, ümumiləşdirmək, nümunələr gətirmək və s. Burada görürsünüz, qara hərflərlə verilmiş sözlər konseptual biliyin açar sözləridir. Deməli, konseptual biliyə bir misal çəkək. Dövlət rəmzlərini tanımaq, onların nəyə görə, nə üçün var, nəyə xidmət edir, bu haqda məlumat bilmək konseptual bilikdir. Məsələn, dövlət rəmzlərini əgər şagird nə vaxt yarandığını bilirsə, deməli, onda deklarativ bilik mövcuddur. Amma dövlət rəmzlərini nə üçün var, nə işə xidmət eləyir, niyə yarandı, bu haqda suallara cavab verən şagirddə konseptual bilik mövcuddur. Burada konseptual biliyin açar sözlərini görürsünüz. Sxem, kateqoriya, ümumiləşdirmə, qruplaşdırma, müqayisə, oxşar və fərqli cəhət, səbəb, nəticə və s. Prinsip, model, nəzəriyyə və s. Sonra gəlirik, müəllimlər, prosedural biliyə. Biz deklarativ biliyi biliriksə, deməli, konseptual biliyi haqqında məlumatımız var. Konseptual biliriksə, deməli, prosedural biliyə də malik olacaq. Deməli, bütün bilik növləri bir-biri ilə sıx əlaqəlidir. Bizim baza biliyimiz deklarativ bilikdir, ondan sonra konseptual gəlir, daha sonra prosedural gəlir və sonda ən yüksək bilik metaqognitiv bilikdir. Deməli, deklarativ bilik əsas bilik sayılır, yəni deklarativ biliyi bilməsək, konseptualı bilə bilmərik, konseptualı bilməsək, proseduralı bilə bilmərik və yaxud da prosedural bilməsək, metaqognitiv bilik bizdə formalaşa bilməz. Deməli, bütün bilik növləri bir-biri ilə sıx əlaqəlidir. Prosedural bilik, müəllimlər, bir şeyi necə etmək lazımdır, onu bilməkdir. Şagird bir şeyi edirsə, onun ardıcıllığını bilirsə, ardıcıl yerinə yetirirsə, tətbiq edirsə, deməli, prosedural biliyə malikdir. Prosedural bilik bir prosesi necə etmək lazımdır, onu bildirir. Məsələn, deyirəm ki, kompüter necə işə salmaq lazımdır. Bu zaman kompüterin işə düşməyi üçün hansı prosedurları yerinə yetirməliyik? Bunu bilməyimiz prosedural bilikdir. Məsələn, deyirəm ki, kompüteri necə işə salmaq lazımdır. Bu zaman kompüterin işə düşməyi üçün hər hansı bir prosedurlar lazımdır, düzdürmü? Bu prosedurları yerinə yetirməyimiz prosedural biliyə aiddir. Məsələn, tikiş maşınının işə salınması. Biz tikiş maşınını işə salmaq üçün nə edirik? Əvvəlcə onu toka taxırıq, daha sonra işə düşmə düyməsini basırıq, daha sonra
orada tikiş maşını ilə işləmək üçün müəyyən prosedurları keçirik. Bu zaman bizdə prosedural bilik formalaşmır olur. Və yaxud da belə bir misal çəkək. Avtomobilin işə salınması. Avtomobili işə salmaq üçün nə etmək lazımdır? Əvvəlcə gedirik, avtomobilin qapısını açırıq, əyləşirik. Daha sonra açarı taxırıq, maşını işə salırıq. Deməli, biz avtomobili işə salmaq üçün hər hansı bir prosedurlardan keçdik və prosedurları ardıcıllıqla yerinə yetirdik. Bu ardıcıllıqla bu prosesin yerinə yetirilməsi prosedural bilikdir. Prosedural biliyin açar sözləri alqoritmdir, texnikadır, üsullardır, daha sonra tətbiq etməkdir, istifadə etməkdir. Məsələ, misal, metod, sonra hər hansı bir işin necəliyini bildirməyimiz prosedural biliyin açar sözləridir. Prosedural biliyi yerinə yetirmək üçün ardıcıllıqdan istifadə olunur. Məsələn, Newtonun düsturunu şagird bilir. Əgər Newtonun düsturunu şagird bilirsə, onda deklarativ bilikdir. Yəni faktı bilir. Newtonun hazırladığı düsturu şagird bilir. Amma düsturdan istifadə edərək məsələni həll edirsə, deməli şagirddə prosedural bilik mövcuddur. Düsturdur, hesablamadır, tətbiq etməkdir, istifadə etməkdir, misaldır, məsələdir. Hamısı prosedural biliyin açar sözləridir. Yəni bir sözlə prosedural bilik hər hansı bir prosesin ardıcıllıqla yerinə yetirilməsidir. Burada nümunələr verilib, müəllimlər və qara hərflərlə yazılmış sözlər açar sözlərdir. Məsələn, kvadrat tənklər üçün alqoritmləri bilmək, kompüter necə işə salınırdı bunu bilmək, problemi həll etmək üçün hansı texnikadan istifadə olunur, hansı texnikaları bilirsən, bunu bilmək özü prosedural biliyə aiddir. Burada açar sözləri də görürsünüz. Müəllimlər, çalışın açar sözləri yadınızda saxlayın. Açar sözləri biləndən sonra biliyin növlərini bir-birindən fərqləndirmək, seçmək daha asan olur. Metakognitiv bilik isə ən yüksək bilikdir. Metakognitiv bilikdə artıq biz şagirdin bildiyi şeyləri dərk etməsini, idraki proseslər haqqında məlumatlı olmasını, nəyisə daha yaxşı öyrənə bilməsini göstəririk. Metakognitiv bilikdə şagird özünə rejim seçir, plan qurur, özü üçün lazım olan üsullardan istifadə edir, özünə lazım olan üsulların hansının daha yaxşı olmasını dərk edir. Deməli, burada şagird həm idraki proseslərin bilməsini deyil, həm də onların özü üçün tənzimləməsindən söhbət gedir. Şagird bir şeyi daha yaxşı anlaya bilməsi üçün strateji plan qurur, özü üçün daha yaxşı yol seçirsə, metakognitiv bilik nümayiş etdirir. Harada müəllimlər, harada öz sözünü gördüksə, bu metakognitiv biliyə aiddir. Metakognitiv bilik strateji bilikdir və özü haqqında biliyə sahib olmasıdır. Metakognitiv bilikdə daha üstün strategiya, məqsəd, rejim, plan, daha sonra dərk etmə, parafraz etmə, üsul seçmə, özü üçün lazımlı üsulları dərk etmək, anlamaq hamısı metakognitiv biliyə aiddir. İndi gəlin müəllimlər ümumiləşdirək. Deməli, deklarativ bilik, yəni faktoloji bilik ən zəif bilikdir. Ən güclü bilik isə metakognitiv bilikdir. Hər biri deklarativ bilikdən asılıdır. Çünki deklarativ bilik olmasa heç bir bilik formalaşa bilməz. Metakognitiv biliyə çatan şagird demək ki, bütün bilik növlərini başa vurmuş sayılır. Metakognitiv biliyin də açar sözləri PDF-də var. Çalışın müəllimlər, açar sözlərlə yadınızda saxlayın, açar sözlərdən istifadə edin. Açar sözlərdən yaxşı yadınızda saxlasaq, testlərdə də seçmək sizin üçün daha asan olacaq. Bu qədər müəllimlər bilik mövzusu haqqında. Sağ olun, salamat qalın.